Salam aleykum, hamını yeni servis vlogundan salamlayıram. Bu günləri yenə yaxınlaşmışıq avtoprojektə. Demək, maşını gördüyünüz kimi biraz sürtmüşəm. Bu arada servisdə yəni istənilən dəmirçi, malyar, bufer işləri üçün yaxınlaşa bilərsiniz. Burada servisin tam vaxtında və yaxşı iş verməsinin səbəblərindən də biri məhz bu yerdir. Haradakı maşın kraskası daha tez quruyur. Və hərə öz işi ilə məşğuldur. Yəni gördüyünüz kimi hər bir işin başında başqa adamlar durub. İşimiz belə səliqəli formada görülür və tam təhvil verilir. Servisdə mənim adımla yaxınlaşanlar bir neçə nəfər olub. Hamı da şükür Allah işindən razıdır. İndi biraz dərin də olsa cızıqları maşın polirovka olunur. İndi nə gedər nə qalar. Çünki kraska vurdurmaq çox da istəmirəm. Çünki maşını dəmirə sürtmüşdüm. Bu krılonun üstü, qapı, bir də ruçka bir dənə xət düşmüşdü. İndi mən videoda sizə birazdan göstərərəm. İşi qutarandan sonraki nə getdi, nə qaldı. Belə, indi buradan çıxıb servisdə yaxınlaşıb yağı falan da dəyişəcəyik. Və burada dəmirçiyə də qapını göstərəcəm. O günləri küləkdə qapı əlimdən çıxdı. İndi qapı açılanda göstərərəm sizə problem nədədir. Qapının ruçkasını açırsan, maşının qapısı belə atır. Gəlin bir dənə qapıdakı problemi də sizə göstəreyim. Baxın, bax, ruçkanı açan kimi qapı atır belə elbiki. Bağlananda da yaxşı bağlanmır. Baxın. Qapı atlanır evli o tərəfə. Nəsə qapıya baxılacaq, indi yaxınlaşdıq. Yağ dəyişmək üçün. Yağı dəyişirsin, daha sonra yay qabağı sezon başladığı üçün istəyirəm bunun qazını da yoxlatdırım. Görək normasındadır yoxsa yox. Demək, yenə də amsol yağından istifadə edəcək, boçka yağından. Bu arada belə bir mənzərə çıxdı qabağıma. Bu da B-dədir. İzləyicilərimizdən də B-də tankdır, elektromobildir. Böyük ehtimal. Yəni istənilən növ maşınlar buraya yaxınlaşa bilərsiniz. Əsasən də yəni servis elektromobil və plug-in hibrid olan mühərrikli avtomobillərə baxırlar. Gördüyünüz kimi yəni Zeekr'dır, o tərəfdə Geely'dir, B-dədir. O başda kapot açıq olan Kia'dır. S-Class, Haval, Şangan, Li, bu Mercedes'in bunların markası modeli nədir, EQC'dir falan nədir. Motorxanası çıxıb o tərəfdə və 2 dənə də Şangan var. Bu da bizim B'dir. İndi inşallah yağı filtri dəyişək. Təxminən yağı sürmüşəm 5500 civarında. 22800-də gəlmişdim. 32800-də. Hal-hazırda maşın probegi 38400-dür səhv eləmirəmsə. 39-a yaxınlaşıram. Ötən vloqda 33000 idi probegi. 32800-də 33000 olaraq yazmışdım. 5500 təxminən sürüb gəldim və ən çox verilən suallardan da biri budur. Hamı İstər mənim B-də qrupda, yəni aşağıda link olacaq, B-də qrupumuz var. Qrup üzvləri hamısı bir-birinə də cavab verir. Mən də arada cavab verirəm və qrupda da kifayət qədər savadlı uşaqlar var, hansı ki oxuyub bilir. Maşının alt hissəsində hər də basıb bağlanmaması üçün usta məsləhət gördü ki, maşının alt hissəsini kəsək. Demək, 2 yerdən deşik asılacaq. Bir
yağ filtri üçün bir də yağın süzülən yerindən 2 dənə yer açılacaq ki, hər dəfə bu qədər şurup falan açılmasın. Həm xarab ola bilər açıb bağlanmaqdan, həm də bir dəfə bir dənə şnur qaykası idəcək, ikinci dəfə başqası. Həm də açılıb bağlanmaqdan tüskünə qalacaq. O yüzden elə 2 dənə yer aça bilərsiniz. Qəti qorxusu yoxdur. Gördüyünüz kimi filtr və yağın süzülən yer üçün 2 dənə yer açıldı. Demək, belə bir şey göstərmək istəyərdim sizə. Baxın. Adi bunun altındakı olan plasmasın bu çıxan bir hissəsidir. Bu da gördüyünüz səs izolyasiyası üçün olan bir şeydir. Düzdür, B-dənib istəyənlər bu videoya baxmayacaq, amma B-də sürənlər baxırsa biləsiniz ki, yəni adi bunun altında olan plasmas, yəni asfaltın səsi içəri gəlməsin deyə altına qoyulan qoruyucu belə, hətta görün nə materialdandır. Yəni adi bir, bu naziliyində bir plastik deyil, qalın bir şeydir. Bu bunun ortasında olan qatıdır. Baxın və bilin. İndi maşınımız düşür aşağı, yağı süzülüb artıq. Yağın üstünə tökürük, keçirik kondisionerin yoxlanılmasına. Altında da bütün periodok hissəsinə baxıldı. Şükür Allaha ki, heç bir problem yoxdur. Demək, əlavə xidmətlərdən də motorxananın yuyulmasından da istifadə edə bilərsiniz. Motorxana demək, birinci havalanır, sonra dərmanla silinir. Bu yəni bildiyimiz əlavə olaraq xidmətdir. Çünki o ağlımız yağ dəyişmə yerlərində bir dənə K2 ilə üzərindən əski çəkmək deyil. Bu tamamilə yoldu. Yəni maşın Çindən gəlmişdi məndə. Bilənlər bilir. İlk videoları izləyənlər. O Qazaxıstanın çöllüklərində maşın çünki avtovozda bilməm hardasa gəlmişdisə, yəni motorxana bütün qumun içərisində idi. İlk dəfə maşın gələndə maşını hardasa 3 dəfəyə yuyulmuşdu. Yəni ən çox da bu hissədən bütün motorxana qumun içərisində idi. Bu yəni maşın zavod vəziyyətinə qayıtdı. Yəni, maşını heç vaxt belə halda təmiz halda görməmişdim. Söhbət motorxanasından gedir. Demək, indi freonun yoxlanılması gedir. Belə bir aparata qoşulub. Demək, aparat çəkəcək və qazın səviyyəsinə baxacaq. Bu arada burada da indi kondisioner ustasına getsə zaten biləcək, amma hansı qaz R134A qazın növüdür və 780 plus minus 10 qram. Yəni bu avtomobilə freon vura bilərsiniz. İndi bu aparat vasitəsilə də çəkiləcək. Yəni açığı bir soyuqluğundan bir narazılığım yoxdur. Yəni normal qaydada soyudur. Mən hələ 23-24 dərəcədə yoxlamışam. Mən kifayət qədər bəs eləyir. Sadəcə olaraq BYD qrupda biraz müzakirələr getdi ki, biri dedi mənim üçün normaldır, biri dedi ki, çox zəifdir, mənim öncəki maşınlarım da yaxşı idi. Dedim çəkim paylaşım. Həm də bu arada özüm də yoxlamış olum ki, dəqiq əmin olum ki, yəni freon kifayət qədərdir maşında. Yəni lazım olsa əlavə olunacaq. Lazım deyilsə ən azından yoxlamış olub və biləcəm ki, normasındadır yoxsa yox. Burada ekranda göstərir. $200 qram. Demək, bu maşınımızdan çıxan 575 qramdır. Hələ bunun sistemində, aparatın sistemində 170 qram olur. Təxminən 400 qram yağ çıxdı, amma kapotda yazılandan 780 qram oldu. Yəni bura təxminən 380 qram demək qaz vurulacaq və yağ 7 milliqram çıxdı cəmi.
ustanın da dediyinə görə bu təxminən 30 milli burada yağ olmalıdır. Demək, indi vakuuma qoyuldu. Ondan sonra yerdə qalan 380 qram, yəni 400 qram yağ çıxdı, 780 olmalıydı. 380 qram yağ vurulacaq və əlavə olaraq da yağ vurulacaq. İndi sonda ümumiyyətlə, yəni burada yağ dəyişmə, bu görülən bu yuyulma proseduru, yağ, freon hamısının qiymətini hesablayıb deyəcəm. O polirovka işlərdəki o standart olan bir şey deyil. İndi o mənim öz xərcimdir. Qalan burada görülən prosedurların hamısının sizə qiymətini deyəcəm. Bu arada bir məlumatı da nəzərinizə çatdırım ki, internetdən də oxuyub maraqlana bilərsiniz. Demək, freonun mən tək kondisionerin salonu soyudulmamasına görə yoxlatdırmadım. Dediyim kimi də, yəni mən soyması tam da qane eləyirdi. Yəni aprel ayı üçün normal idi. İndi mən bir ayda da bəlkə hiss olunardı, yoxsa yox. Bildiyiniz kimi tək bu ayda da deyil, bir çox avtomobillərdə, elektromobillərdə demək, batareyaların soyması freonla olur. Yəni bunu biləsiniz və nəzərə alın ki, yəni bunun az olması tək kondisionerə aid deyil, həm də batareyalar üçün çox vacibdir. Odur ki, çalışın yoxlatdırın onu mütləq şəkildə. Servisdən çıxdım, sonra da heç vaxtım olmadı. Açığı dünənləri baş verib olanlar, bu günləri çəkə bilirəm videonu. Qiymətləri demişdim, deyəcəm sizə. Və bir də unutmamışdan deyim ki, qaz bütün maşınlara vurulur. Amerika istehsalı və 1, 2, 3, 4 kodda olan avtomobillərə nə qazın çəkilməsi, nə qazın vurulması olunmur. Çünki həmən gördüyünüz aparat, həmən o 1, 2, 3, 4 indi nə qazıdsa, hansı maşınların üstünə gəlir bilmirəm dəqiq. Amma yəni ustanın dediyini deyirəm ki, dedi o yəni başqa cürdür. Onu nə çəkib, nə vurmaq olmur bu aparatla. Qalan kim istəsə gələ bilər. Əgər indi qiymətləri deyim sizə, əgər heç nə yəni əlavə olunmayacaqsa, yəni əlavə iş görülməyəcəksə, demək, mən gördüyünüz kimi 380 qram qaz vurdum və ödənişi 100 qram üçün 10 manatdan hesablanır. Yəni mən ödədim orada 300 nə idi? 38 manat ödədim. Polirovkana heç nə vermədim. Polirovka ilə belə silindi, aparatla olundu, sızıqlar qaldı. İndi göstərə bilmirəm, amma gözlə çox yaxından baxanda görsənir. O yüzden iki detalın üzərinə düşür də. Krılonun üstünə bir də qapının biraz sızıqları var. Ona görə iki dənə detala rəng vurmağa dəyməz. Nə pul baxımından, nə də ki, yəni durub da orada, yəni onu yaxın 2 metr, 1 metr məsafədə də qalsaz görə bilməzsiniz. Yəni çox gərək bir 10 sant, 15 sant yaxınlaşasan maşına, göz-gözə durasan maşından və o cızıqları görəsən. Odur ki, onu boş verin. Qaz məsələsini dedim. Usta haqqıdır, nə bilim, qazın, yağın falan hamısı, yəni o 10 manatın içərisində hesablanır. Yağ dəyişmə həmişəki kimi indi yeni izləyənlər üçün deyim, 85 manatlı kampaniya və bir neçə aydır ki, davam eləyir. Nə vaxt bitəcək onda xəbər eləyəcəm, amma hələ ki davam edir. Amsoil 020 sırf bu maşınlara uyğun olan təsnifatla, yəni SN plus SP, yəni bu təsnifatlarla tam olaraq, yəni zavod göstəriciləri ilə uyğundur. Yəni zavodun təlimat kitabçası məndə var. İstəsəz BD qrupa daxil olub əldə edə bilərsiniz. Ya mən, ya uşaqlardan biri sizə atar onu. Qrupda dəfələrlə paylaşılıb. Uşaqların demək olar ki, hamısında var. Qrupumuz böyüdür. İnşallah gələcəyindən böyüyəcək və xahiş edirəm, ancaq BD sürənlər üzv olsun, yəni istək atsın. Çünki maraqlananlar dəhşət çoxdur. Yəni onunla olsa elə qrup da olacaq. Yəni burada sırf BD sürənlərdir. Hətta bir nəfəri də gördüm, Levi mənə anladıb, soruşmuşam ondan, deyib hə BD sürürəm, amma sən demə nə adını çəkmirəm, servislərdən birinin
əməkdaşıymış. Yəni belə şeylər eləməyin də. Yəni deyin ki, ustayam, qrupa girmək istəyirəm. Deyim ki, qardaş, ustasan, oradan da iş tutacaqsan. Nə bilməyən bir reklam qarşılığında və yaxud da bir pul qarşılığında bu işi səndən görə bilərik. Yəni mən dururam burada video çəkirəm, nə bilim qrup yarat, ona cavab ver, buna cavab ver. Yəni mən bu BD-ni alandan sonra mənim telefonlarım susmayıb. Şükür Allah mən qrupu açdım, biraz mənim başım dincəlib. Və buradan da çox xahiş edirəm, mənə birbaşa olaraq zəng vurmayın. Çalışın, WhatsAppda səsli mesaj atın, hamıya geri dönüş edirəm. Maksimum bir gün ərzində. Bu günləri yazarsınız, mənim çox işim olar. Sabahlar sizə cavab yazaram. Amma BYD-yə aidsə sualınız 90% ki, ona qrupda bizdə savadlı uşaqlar var, onlar da cavab verəcəklər. Qoşulun qrupa, nə sualınız var verin. Qrupda tək Destroyer və Kimpuls sürənlər deyil. Demək olar ki, B-dən bir çox marka modelini sürən dostlar var. Və bu qrupu da yaratmaqda əsas məqsəd odur ki, gələcəkdə məsələ BYD qrup üzvlərinə hər hansısa bir ehtiyat hissələri, hər hansısa bir BYD aidiyyəti olan, yəni aksesuar satan, nə bilim, hər hansısa bir ustalıqla məşğul olan mağazalar, ustalar, servislər müraciət eləyər, xüsusi endirimlər verərlər, yəni real amma, yəni durub 100 manata tutaq ki, bir şey satırsa, yalandan mənə deməsin ki, hə, sənin izləyicilərin üçün 100 manatdır. Yəni 100 manatsa ölü yerində izləyicilər üçün bir 10 manat, 15 manat, 20 manat orada endirim olmalıdır. Yəni təkliflər varsa, buyurun verin. Təklifləri dəyərləndirərik. İnşallah danışarıq, razılaşarıq. Belə, yağ dəyişmənin qiyməti 85 manat. 380 qram qaz vurdum, freon 38 manatda, ona görə ödədim. Siz də yaxınlaşın, sezon yaxınlaşır. Yay sezonu irəlidədir. Yaxınlaşın, istifadə edin və öncədən də dediyim kimi, videoda dedim, təkrarçılıq olmasın. Bunların batareykaları, yəni batareykada bunların ikinci ürəyidir. Biz, yəni batareykada problem olsa maşın hərəkət eləməyəcək. Batareykaların da uzun ömürlü olması üçün çalışın, freonu normasında saxlayın. Belə, bu videomuzdan da bu qədər. İnşallah gələn videolarda səslənərik və kanalımıza dəstək üçün videonu bəyənib, kanala da abunə deyilsinizsə, kanala abunə ola bilərsiniz. Sağ olun, özünüzə yaxşı baxın. İnşallah gələn videolarda səslənərik.